Çok ince. Ne kadar ince, ne kadar zarif. Mermerden bunu etmek. Ömer özü çəkiclə özü bunların çok özü. Ömer'in bir heykeltıraş kimi xüsusiyyəti de ondan ibarətdir ki, bu özü hem yaradır, hem de onun o fəhləli işini görür. Fəhləli işini görür. Hem böyük heykeltıraşdır, hem de çok zəhmətkeş bir fəhlədir. Çok nadir bir insandır. Çok. Haddine artık. Necə? Bunları bu inceliklerine kadar bunların hamısını yummak ne kadar çətin işdir. Ne kadar çətin işdir. Bu daşdır ama elə baxırsan ki elə bir parçadır. Ama daşdır. Mermerdir. Mermere bu kadar, taşa bu kadar incelik vermez. Böyük məharətdir, böyük ustalıqdır. Böyük məharətdir. Ömer Eldarov'un yarattığı heykel, Zərifə xanımın surətini əks etdirən heykel, həqiqətən böyük bir əsərdir, gözəl bir əsərdir. Məni sevindirən və məndə böyük hissiyatlar doğuran odur ki, bu əsərdə böyük fəlsəfə var, böyük məna var. Ən birincisi odur ki, Zərifə xanımın daxili mənəviyyətini, onun simasını, batili və zahiri simasını Ömer Eldarov əks etdirə bilib. Ömer Eldarov da bu əsəri 8 ildir öz emalatxanasında qorudu, saxladı. Mən dəfələrlə emalatxanaya gedib, artıq Bakıya gələndən sonra saatlarla heykelin qarşısında durub, böyük heyranlıqla həmişə ona tamaşa etmişəm. Bilirsiniz, mənim heyranlığımın bir tərəfi Zərifə xanımın xatirəsi idisə, ikinci tərəfi də həqiqətən bu əsərin incəsənət, heykəltaraşlıq nöqteyi nəzərindən yüksək keyfiyyətə malik olması. Ömer Eldarov fikirləşdi, mənə məsləhət verdi. Mən də o məsləhətinə qulaq asdım ki, həqiqətən bu əsər elə bir əsərdir ki, ola bilər bunu saxlayıb bir heykəltaraşlıq əsəri kimi, incəsənət əsəri kimi muzeydə qoruyub saxlamaq olsun. Mən də buna razılıq verdim. Bu 94-cü ildə olan söhbətdir. Qəbrin üzərinə tuncdan hazırlanmış həmin heykel əsasında hazırlanmış heykel qoyuldu. Ömer Eldarov bu heykelin rəsmlərini gətirdi, mənə göstərdi. Həqiqətən mən ona məsləhət verdim ki, bir albüm biraz yaratsın. Ne kadar çok ilkeşse de bu ikinin ağrısını, acısını bizim ailemiz həmişə hiss edir. Və hesab edirəm ki, nəinki biz, mənim nəvələrim də, onların davamçıları da bu hisslərlə yaşayacaq və bizim hamımız üçün əziz, unudulmaz Zərifə xanımı həmişə qəlbimizdə yaşayacaq.